Yaman şək eləyir, inanmır. Gəlir Məkkəyə, Muhammed ibn Hənəfiyyədən soruşur, siz icazə vermişsiniz, vəkalətiniz var, kağız vermişsiniz, muhtar qiyam eləsin, icazə vermişsiniz buna. Muhammed ibn Hənəfiyyə buyurur, İmam Hüseynin qatilleриndən intiqam almaq mən və İmam Səccadın boynundan götürülür, qalan hamımızın boynundadır. Təsəvvür İmam Hüseyin Kazım əleyhissalam buyurur, mən hazıram göydən düşüm yerə, tikə-tikə olum, amma zalim hakimiyyətə xidmət eləməyim. Bu İmam Hüseyin Kazım əleyhissalam. Ona görə zindana salmışdılar, ağay zindandan şəhid. Sirkəliydi zalim hökumətin üstündən İmam Hüseyin Kazım. Yəni o şəxslər ki, haqqın qarşısında dayanır, mübarizə aparır, istəyir haqq geçsin arada. Həzrət Əli əleyhissalam deyir, süslük eləməyəcəm, vuruşacam bunlarla. Allah Teala innallaha yuhibbullezine yuqatiluna fi sabilihi saffan ka'annahum bunyanun marsus. Allah Teala o kişiləri sevir. Allah yolunda vuruşarlar, amma necə? Səhv çəkərlər, vuruşarlar poladdan. Poladdan səhv çəkib Allah yolunda vuruşan möminləri Allah deyir, mən sevirəm. Mən o kişiləri sevirəm ki, möhkəm dayanıblar. Qələmlərində də möhkəm dayanıblar, xutbələrində də möhkəm dayanıblar, meydanlarda da möhkəm dayanıblar, torpaqlarını işğaldan azad eləmək üçün möhkəm dayanıblar, zülmün qarşısında möhkəm dayanıblar. Harda olsa orada möhkəm dayanıb. Mən o kişiləri sevirəm Allah. Onları mən sevirəm.